Azərbaycan torpaqlarında yaranmış dövlətin Roma imperiyasını məğlub etdiyini bilirdinizmi? Bəs bu dövlətin qurulmasında Makedoniyalı İskəndərin rolunun olmasından necə? Xəbəriniz var idimi? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. Eramızdan əvvəl 4-cü əsrin sonlarında Makedoniya imperiyası Anadolunun böyük bir hissəsini ələ keçirmişdi. Eradan əvvəl 331-ci ildə Makedoniyalıların Qavqamela döyüşündə Əhəməniləri darmadağın etməsi Ön Asiyanın da taleyini həll etdi. Makedoniyalı İskəndər bu qələbəsindən sonra Şərqin əsas liderinə çevrildi və imperiyasının paytaxtını Babil şəhərinə köçürdü. Qavqamela döyüşü Şərq dünyasının siyasi xəritəsinin dəyişilməsinə səbəb olmuşdu. Bu döyüşdə Əhəməni ordusunun sağ cinahına Midiya satrapı Atropat başçılıq edirdi. Döyüşdən sonra Atropat öz hərbi dəstələri ilə Midiya satraplığının mərkəzi şəhəri olan Ekbatana qayıtmayıb, atəşpərəstlik dininin əsas mərkəzi sayılan Kazaka şəhərinə getmişdi. Ekbatana qaçıb gələn Əhəməni hökmdarı 3-cü Dara burada İskəndərə qarşı yenidən qoşun toplamağa cəhd edirdi. Dara Atropatı da öz qoşunu ilə ona qoşulmağa çağırsa da, Midiya satrapı bu çağırışı rədd etdi. Ekbatanda istədiyi dəstəyi ala bilməyən 3-cü Dara ölkənin şərqinə doğru hərəkət etdi. Lakin o yolda öz adamları tərəfindən öldürüldü. Beləliklə Əhəməni imperiyası tamamilə dağıldı. İmperiya üzərində hakimiyyəti ələ alan İskəndər eramızdan əvvəl 330-cu ildə ölkədəki bütün satrapları vəzifəsindən azad etdi. Amma 2 il sonra, yəni eramızdan əvvəl 328-ci ildə İskəndər Atropatı yanına çağırıb onu Midiyanın bir hissəsinə satrap təyin etdi. Bu dövrdə Midiya ərazisi böyük və kiçik olmaqla 2 yerə ayrılmışdı. Mərkəzi Ekbatan şəhəri olan Böyük Midiyanı öz nəzarətində saxlayan İskəndər, Kiçik Midiyanı, yəni qədim Manna dövlətinin tarixi ərazisini yeni satrapı olan Atropatın ixtiyarına vermişdi. Bir vaxtlar döyüş meydanında üz-üzə gələn rəqiblər bu dəfə dost kimi əl sıxmışdılar. İskəndərin Atropata güvənməsinin əsas səbəbi Makedoniyalılara qarşı qiyam qaldıran Baryaksın Atropat tərəfindən zərərsizləşdirilib Makedonlara təhvil verilməsi idi. Atropat İskəndər tərəfindən Kiçik Midiyanın, yəni indiki Güney Azərbaycanın satrapı təyin olunduqdan sonra bu bölgəni idarə etməyə başladı. O əksər məsələlərdə İskəndərlə ayaqlaşırdı, amma müstəqil verdiyi qərarlar da var idi. Həmin dövrdə Atropat İskəndərin ən sədaqətli satrapına çevrilmişdi. Hətta İskəndər Atropata Makedoniyalılarla qohum olmağı da təklif etmişdi. Buna görə də Atropat öz qızını İskəndərin ən etibarlı sərkərdəsi hesab olunan Peridikiyə ərə verdi. Eramızdan əvvəl 323-cü ildə İskəndər qəflətən vəfat etdi. İmperiyanın idarə edilməsi Peridikiyə tapşırıldı. Bu hadisə Peridikinin qaynatası Atropatın mövqeyini daha da möhkəmləndirdi. İskəndərin ölümündən sonra Makedoniya imperiyasında daxili çəkişmələr başladı. Eramızdan əvvəl 321-ci ildə üsyankar qüvvələr Peridikini öldürdülər. Peridikinin öldürülməsindən sonra Makedoniya imperiyası dağıldı və Kiçik Midiya Atropatın hakimiyyəti altında qaldı. İmperiyanın dağılması nəticəsində onun ərazisində bir neçə dövlət yarandı. Bu dövlətlərin əksəriyyəti Yunan və Makedon əsilli sərkərdələr tərəfindən idarə olunurdu. Onların arasında əsası yerli əhalinin nümayəndəsi tərəfindən qoyulan yeganə dövlət Atropatın adını daşıyan Atropatena dövləti idi. Eramızdan əvvəl 321-ci ildə yaranan bu dövlətin paytaxtı Kazaka şəhəri idi. Amma bununla belə qış fəslində dövlətin paytaxtı dəyişirdi. Atropatenanın qış paytaxtı Fraspa şəhəri hesab olunurdu. Bu da Atropatena ərazisindəki yerli xalqların yaylaq və qışlaq ənənəsinin olduğundan xəbər verir. Yaylaq və qışlaq ənənələrinin əsasən türk dilli xalqlar arasında yayıldığını nəzərə alan bir çox tədqiqatçılar qədim Atropatena ərazisindəki tayfaların türklərin ulu əcdadları olma fikrini irəli sürürlər. Qədim Atropatena dövlətinin ərazisi tarixi Azərbaycan torpaqlarının cənubunu, yəni indiki Güney Azərbaycanı, qismən də indiki Azərbaycan Respublikasının cənub rayonlarını əhatə edirdi.
Atropatena ərazisində zərdüştlük və atəşpərəstlik dinləri geniş yayılmışdı. Ölkənin ən böyük şəhəri olan Kazaka atəşpərəstlik dininin əsas mərkəzi hesab olunurdu. Əhalinin əsas məşğuliyyəti ənənəvi olaraq maldarlıq və əkin idi. Digər təsərrüfat sahələri arasında atçılıq xeyli inkişaf etmişdi. Atropatenada yetişdirilən atlar bütün şərqdə şöhrət qazanmışdı. Ölkədə sənətkarlıq və memarlıq da yüksələn xəttlə inkişaf edirdi. Atropatın hakimiyyəti illərində dövlət özünün yüksəliş dövrünü yaşayırdı. O, uzaq görən bir hökmdar kimi qonşuluqdakı dövlətlərlə sülh əmin-amanlıq içində yaşayırdı. Atropat öldükdən sonra Atropatena dövləti tədricən zəifləməyə başladı. Eramızdan əvvəl 3-cü əsrin sonunda Atropatena cənub qonşusu Selevkilər imperiyasının hücumuna məruz qaldı. Eramızdan əvvəl 223-cü ildə Selevki hökmdarı 3-cü Antioks böyük bir qoşun yığaraq Atropatena torpaqlarına daxil oldu. Selevkilərlə mübarizə aparmağın mümkünsüzlüyünü anlayan Atropatenalılar asılılığı qəbul edib üzərlərinə vergi ödəmək öhdəliyi götürdülər. Eramızdan əvvəl 190-cı ildə Magneziya adlanan yerdə Roma ordusunun Selevkiləri darmadağın etməsi onların ön Asiyadakı dayaqlarını xeyli zəiflətdi. Magneziya döyüşündəki məğlubiyyətdən sonra Atropatena yenidən öz müstəqilliyini bərpa etdi. Bu dövrdən etibarən Atropatena güclənməkdə olan Parfiya dövləti ilə yaxşı münasibətlər qurmağa çalışırdı. Bunun da əsas səbəbi regiondakı Roma təhlükəsi idi. Eramızdan əvvəl 2-ci əsrin ikinci yarısından başlayaraq Parfiya və onun əsas müttəfiqi olan Atropatena Roma imperiyasına qarşı mübarizəyə başladı. Strabon coğrafiya əsərində yazır ki, Atropatena Romalılarla döyüşlərə böyük qüvvə cəlb edə bilirdi. Stat: Atropatena hərbi qüvvə baxımından çox güclü ölkədir. Çünki onlar döyüşə 10.000 süvari, 40.000 piyada çıxara bilirlər deyə Strabon qeyd edir. Eramızdan əvvəl 1-ci əsrin ortalarına kimi Roma imperiyası Anadolunu işğal edib Suriya və Fələstin torpaqlarına doğru irəliləyirdi. Eramızdan əvvəl 53-cü ildə Parfiya və Atropatenanın birləşmiş qüvvələri Karra şəhərinin yaxınlığında sərkərdə Krasın rəhbərlik etdiyi Roma ordusunu darmadağın etdi. Bu döyüşdə Parfiya ordusu sıralarında döyüşən Atropatena qüvvələri də xüsusi fəallıq göstərmişdilər. Eramızdan əvvəl 38-ci ildə baş verən döyüşdə isə bu dəfə Romalılar Parfiya və Atropatena qüvvələrini məğlub etdilər. Romanın şərq vilayətlərinin hakimi sayılan Antoni bu qələbədən ruhlanaraq 100 minlik ordusu ilə şərqə doğru yürüşə başladı. İlk hədəf Parfiyanın ən yaxın müttəfiqi hesab olunan Atropatena dövləti oldu. Eramızdan əvvəl 36-cı ilin qışında Atropatenanın Fraspa şəhəri Antoninin rəhbərlik etdiyi Roma ordusu tərəfindən mühasirəyə alındı. Şəhərin bütün əhalisi silaha sarılaraq Romalılarla ölüm-dirim savaşına girmişdi. Özünü şəhərin xilasına yetirən Atropatena süvariləri və əsas qüvvələr Antoninin ordusuna hücum edib 10.000 Romalını məhv etdi. Məğlub olduğunu görən Antoni geri çəkilmək qərarı aldı. Atropatena ordusu geri çəkilən Romalıları Anadoluya qədər təqib etdi. Bu müharibədə Roma ordusu 35 minə yaxın döyüşçü itirdi. Antoninin özü isə bir neçə yerdən yaralandı. Roma imperiyası uğursuzluqdan sonra Atropatenanı başqa yollarla məğlub etməyin planlarını qurdu. Bu dövrdən etibarən Romalılar Atropatena ilə yaxınlıq edib qismən onları özlərindən asılı vəziyyətə salmışdı. Keçmiş düşmənlərin bu qədər yaxınlaşması Romanın şərqdəki əsas rəqibi olan Parfiya dövlətini narahat edirdi. Eramızın 20-ci ilində Parfiya Atropatın nəslindən olan sonuncu hökmdarı öldürüb 300 illik sülalənin hökmranlığına son qoydu. Atropatena torpaqlarının Parfiya dövlətinə tabe olması eramızın 3-cü əsrinin əvvəllərinə kimi davam edib. 226-cı ildə yeni yaranan Sasanilər dövləti Parfiya imperiyasının varlığına son qoydu. Bir il sonra, yəni 227-ci ildə Sasanilər dövləti Atropatenanın mövcud olduğu əraziləri də işğal etdi. Bununla da Atropatena dövlətinin ərazisi Sasanilər imperiyasının tərkibinə daxil oldu. Əsrlər boyu mövcud olmuş Atropatena dövləti süquta uğrasa da, Azərbaycan xalqı üçün zəngin dövlətçilik ənənəsi miras qoydu.
Ümid edirəm qədim Azərbaycan dövləti Atropatenanın tarixi haqqında hazırladığım bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.